Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri 30 noyabr 2025-ci il həftənin bazar günü. Mən gəlmişəm Neftçilərdə Ustad Sazbənd Aşıq Kövrək Muradın emalatxanasında Təmraz müəllimin yanına. Təmraz əmi Qoçlu kəndindəndir, Umarlar nəslindəndir və istəyirəm vaxtilə Hüseyin Sıraçılını Pantürkist adıyla həbs edəndə Təmraz müəllimin atası ilə birlikdə Qullar Savxozunda həbsdə necə yatıb, atası o barədə nə danışıb Təmraz müəllimə, o xatirələri Təmraz müəllim söyləsin, biz də lentə alaq, sizlərin də bilgiləriniz olsun. Buyurun Təmraz əmi. Sağ ol əzizim, sağ ol. Sən bu böyük bir məharətdir ki, sən Aşıq Söyünün haqqında yazı yazırsan, əziyyət çəkirsən. Halal olsun sana Borçalı çöreği, Borçalının təbiəti, sən bunu saxlayırsan. Söyün dediğin böyük bir aşıq olub. Pantürkist kimi onun atasını Sovet gələndə gülləliyiblər. Özü də ki, dağın dibindəcə, 3 gündə başının üstə, qabrının üstə əskər olub, elə qəbri büyündə deyilənə görə oradadır. Bəli, durur. Deməli, o türməyə necə düşüb, o da mən uşaq idim, bunu atam danışdı. Söyün kişi, Aşıq Söyünə mən elə Söyünəmi deyirdim. Söyünəmi bizə gəlib gedən adam idi. Atam da saz çalan idi, o da oxuyan idi, amma atam buxaltır idi. O da deməli, müharibə vaxtı 42-dəmi ya 43-dəmi tam yadımda deyil ki, əslahınla, tarixinlə deyəm. Amma atamın dediyinə görə bunun ikisini bir kameraya salıblar, Söyünü. Elə kamerdir ki, orada da bir meyitdir, bir həftədir qalıb orada ilənir, kiminsə də cənazədir. Ki, yəsi gəlib aparmır ki, bir havalansın ora. Bu iyiden de boğulup ölürlər, mənim bir stəkan sudan ya yavan çörəkdən zaddan verirlər ki, elə günümüzü keçir. Hələ atamın dediyinə görə biz də deyir, qapının deşiyindən nəfəs alırdıq ki, boğulup ölməyək. Mən də Söyünə dedim ki, ay Söyünə, bir-iki hava oxsan burada. Belə deyəndə Söyün də dedi, ayaqqabılasız. Sən də elə yerdə məndən hava istəyirsən, mənim boğazımdan indibsə səs mi gələr? Mən deyən ki, nə oxuya bilərəm ki, sən də kef çəkəsən, mən də kef çəkəm. Allah qoysa, türmədən çıxarıq, gedib elə kənddə çalıb oxuyaram mən bunları sizə. Bax, atam bana belə danışıb. Bu hansı həbsxanada olub? Qullar kəndində, Marnolun Qullar kəndi var. Orada işlədirdilər. Şəhərgə olub. Öyle orada olublar. Orada deyən ki, elə işlədirlər və qabaqlarından əziyyət verirlərmiş. Əhvalat belə olur, Qullar kəndində olub. Ay, sağ ol. Deməli, meyit yanlarında ölürmüş, götürülmüş. Ölübdür, neçə gün aparan yoxdur. İyisindən bunlar da boğulsun. Bunlar da boğulurmuş. Ay, sağ ol. Çox sağ ol oğlum, var ol, əksik olma. Siz də sağ olun Təmraz əmi, Allah canınız sağ eləsin. Elə bu barədə də mən ustadın arxivini axtaranda, elə bu barədə də özünün bir 3-4 bənd belə bir şeiri var. Elə yaxşı oldu ki, təfsilatını da sizdən öyrəndim. Bunu da yazıya köçürüb elə şeirlə inşallah ki, kitabında bir yerdə verərəm gedər. Ay, nə gözəl. O kitab çıxanda mənə da verir. İnşallah, oldu. Çox sağ olun, təşəkkür edirəm. Sağ ol əzizim, sən də sağ ol. Sağ ol.